Quranda bir surə var, adı Bəqərədir, inək. Niyə o suranın adı Bəqərədir? Hadisəsi, qissəsi, dastanı belədir ki, bir şəxs öldürülür və öldürüləndən sonra onun qatili axtarılır və qatili axtarılmaq istəyən Musa Peyğəmbər cavab verir. Allahdan əmr gəlir ki, Musaya ki, Musa inək dinən kəssinlər. İnəyi kəsəndən sonra onun sümüyünü götürsünlər, ölüyə vursunlar, ölü diriləcək, qatili kimdir deyəcək. Bu hadisə. Yaxşı. Bunun maraqlı məqamı budur ki, Musa Peyğəmbər bunlara deyir ki, biz Tur dağında Allahla danışır, gəlir bunlara deyir ki, biz Allahdan mənə əmr gəldi ki, siz inək kəsməlisiniz. Bunlar da qəbullana bilmir. Necə inək? Yəni, bu boyda hadisəni xırda bir dənə məsələni həll eləmək istəyirsiniz. Yoxsa sən bizə görə necə inəkdir o? Yəni, bu qeyri-adi bir şey olmalıdır da. Bunlar elə bil ki, qəbullana bilmirlər ki, böyük hadisəni kiçik məsələni həll eləmək olar. Yaxşı, Musa gedir Tur dağına, get gəl, neçə dəfə edir, bunlar razılaşmır, get gəl. Orada bir neçə dənə söz deyilir. Biri budur. Deyir ki, siz nə istəyirsiniz də? Deyir ki, biz inəyi kəsməlisiniz də. Onlar deyir ki, bəs yaxşı. Onda rəngin nə rəng olsun o deyirəm. Musa deyir ki, rəngi sarıdır. Bunu eşidirlər, sonra deyirlər ki, sonra davamı var da, sonra deyir ki, o elə bir inəkdir ki, la zəlul, ram deyil. Deyir, sonra, yenə tutarmırlar da, sonra. Deyir, o elə bir inəkdir ki, nə yeri şumlamaq istəyir, nə suvarmaq istəyir. Belə gedir də, elə mövzu bitmir. İnəyin kriteriyalarını sayır. O qədər çətinləşdirirlər mövzunu ki, sonra. Deyir ki, o elə bir inəkdir ki, onun rənginin üzərində başqa bir ləkə yoxdur da, başqa bir rəng yoxdur. Sanki bir ibadətdə də prestij axtarırlar da. Yəni, mən qeyri-adi bir ibadət verir də. Yəni, belə axırda bir məsələ olmasın. Amma ariflər nə deyir? Gəldim, çatdım bu nöqtəyə. Deyirlər ki, o inək nəfsi simvoliz edir. Nəfsi simvoliz edir. Rəngi sarıdır. Sarıq bir növ saraldı, soldu, solğunluğu simvoliz edir. Təbiəti, dünyanı simvoliz edir, faniliyi simvoliz edir. Amma yaşıl həyatı simvoliz. Xızırın adı Xəzradan götürülür də. Ayağını hara qoyarsa nə olar? Yaşıllaşar, həyat verər ora. Bu sarıdır. Yəni, nəfs sanki fənaya dəvət edir insanlar. Faniliyə dəvət edir insanlar. Amma təsəvvür nazirin, psixologiyada rənglərin də mövzusu var da. Bəzi sarı rəng deyirlər, biraz adamı xoşgələn rəngdir. Deyirsən ki, dünyada bir xoşgələn tərəfi var da. İnsana elə bir çəkir özünə cazibəsi, cəzbi. Amma diqqətli olmalısan da, aldanmamalısan. Sonra deyir, la zəludun. O deyir, ram olmur o heyvandır. Ram deyil, bu nəfs nə mənada? Yəni, Allahın buyruqlarının qabağında ram deyil. Belə bir xüsusiyyəti var. Sonra deyir ki, nə yeri şumlayır, nə suvarır, ondan yeri suvarmaq olur, məsələn. Bunun mənası budur ki, yəni yeri şumlamaq, o suvarmaq, yəni əkmək, becərmək, yaratmaq. Yəni bu nəfs istəmir də necə yaratsın, qursun. Nəfsin ki, dağıdmaqdır, sökməkdir. Bu nəfsdə xüsusiyyət yoxdur. Və dördüncü də xüsusiyyət budur ki, deyir, musəlləmətun. Bunun üzərində ləkə yoxdur da, yəni rəng yoxdur da. Bilirsiniz, bəzi vaxtlar o heyvanların üzərində bir rəng çəkərdilər ki, bəlli olsun ki, kimindir də. Deyir, bu nəfsin də üzərində bir rəng yoxdur, bir lahir rəng yoxdur da. Yəni Allah rəngi yoxdur da. Sanki nə eləmək istənir? Öz rəngi var, öz rəngindən də çıxmaq istəmir. Lahir rəngə boyanmaq istəmir. Bu nəfs öldürülməlidir deyir. Elə eyni zamanda da qətlə getirilir.